Dostlar, mən belə bir şəkil paylaşmışdım. Onun İngilis formatı vardı və Azərbaycan formatı vardı. Çoxunuz başa düşmədiniz və bəzilər bir sual yarandır ki, bunun tradingə nə adiyyatı var? İndi mən sizə göstərəcəm bunun tradingə nə adiyyatı var. Görəcəksiniz. Səbirli olun, yaxın oturun və bunu 1% insanlar bilir. Və mən sizə burada olan tarixlərə görə müəyyən iki dənə fokus göstərəcəm. Görəcəksiniz. Bax, burada nə deməkdir? Bu o vaxtı yaradılmışdı ki, məsələn, müəyyən bir dövrlərdən dünyada baş verən qlobal çətinliklər və s. belə deyək, yəni biznesin pik vaxtları və minimum vaxtları belə deyək. Pul qazanmaq üçün dövrlərdir, yəni müəyyən bir dövrlərdir. Deməli, A dövrü bu sıraya aiddir, yuxarı sıra. B dövrü orta sıraya aiddir. Gözünüz illərdir. C dövrü aşağı sıraya ait. Hər bir sırada bir illər var. İllər. Və burada nə deyir? A dövrdə çaxnaşmaların baş verdiyi və yenidən baş verəcəyi illər. Dövrlərin təkrarlanması. Məsələn, 1927-ci ilə gəlsəz, baxa bilərsiniz ki, dünyada nələr baş verir. İndi heç oraya getmirəm. Bu momentdə, tutalım, 2019 götürək də bizim o son Covid nə vaxt oldu? Adın 19 niyə qoydular? 2019. Gözlük 2012-dən dövrə gəldi. 2016-da bu idi. Sonra 2019-a gəldi. 2019-dan sonra nə baş verdi dünyada? Qiyməti kağızların dəyəri düşdü. Nə bilim, blokadalar yarandı. Yəni belə deyək də çoxlu bir böhran yaşandı. Də sadə yolla desə. Yəni bu momentdə kimlərin səhmləri varsa və yaxud da kimlər biznesdə çətinlik çəkəcəyini bilirdisə və yaxud da hansısa bir hadisənin baş verəcəyini bilirdisə, bu cədvəl onda var idisə, onun üçün 2019-cu ili artıq problemlər olacağını bilirdi. İndi nə problemlər olacaq onu gördük. Necə ki 2035-ci ildə nə problem olacaq onu görəcək. Əsas odur ki, bu momentdə insanlar başlayıb çoxsu, bəziləri başı çıxanlar bəzi qiymətli kağızları satmağa, çünki böhran və s. belə. O bilir ki, uzaq başı bu dibdə 2023-də alacaq. İndi nədir? B nədir? Göz. Yaxşı vaxtlar, yüksək qiymətlər və hər cür səhmləri və dəyərləri satmaq vaxtıdır. Burada vəbşi ən belə çətin momentlərdir, yəni dünyada baş verən. 1999-cu ilə də baxın, görün nə baş verir. 1981-ci ilə də baxın. Bunları gedin baxın, maraqlanın. Özünüz yəni hardan siz maraqlanasınız. Bu bir fokus idi sizə göstərdim. İkinci fokusu da deyəcəm. Səbirli olun. Və 2026 fikir ver, qalxa qızılla gedir, filan şeydir. 2026. Görürsünüz, 2026-dan sonra yavaş-yavaş düşüşlər olacaq dünya üzrə. Sonra gələcək 2032. 2032-də dipdir. 2032-dən sonra qalxacaq 2035-ə kimi. Orta hissəsi 2034 normaldır. Fikir verirsinizmi? Gördünüzmü? Və gəlin belə eləyək. 2026-nı toplayaq. 2 üstəgəl 6. Neçə eləyir? 10. Düzdürmü? Baba 10 yazıb, düzdürmü? Görürsünüzmü? Və buradan toplayaq. 5 üstəgəl 4, 9. Bu da düşür 9-a. Görürsünüzmü? Yəni, diqqətlə. Bu hər bir rəqəmin, görürsünüz, burada rəqəmlər yazır. Hər bir rəqəmin elə belə yazılmır. Bunların bir sirri var. Kimsə istəyirsə, açsın, maraqlansın. İndi bizim mühümümüz tam bu rəqəmlərin sirləri deyil. Bunlar bir sirri. Bu ən dip sayılır. Burada çətin zamanlar illəri, aşağı qiymətlər və səhmlər, köşə lotları və mallar və s. almaq. Yəni, bu qrafik kimdə varsa 1% insanlar bilir və 1% insanlar da 2019-da dünyada çətinliklər yaranacağını bilirdi və əvvəlcədən əllərində olan səhmləri bəziləri satırdı, bəziləri də məsələn müəyyən bir hissədə düşüşləri gözləyirdi. Hansı vaxta kimi? 2023-ə kimi. Onlar o tərəfə bilir ki, nədir? Bu cədvəl elə belə cədvəldir. Bu bizdə, mən sizə deyirəm, birinci fokusdur. İkinci fokus nədir? 2025-də və hal-hazırda 2025-dir. Yəni 2025-dir. Yəni 2025-də kimi. Buna fikir verməyin, mən Windows'un orijinal versiyasını köçürürəm. Yəni mənə ehtiyac yoxdur bunu əlavə eləməyə. Çünki kifayət qədər funksiyası mənə bəs eləyir.
Heç vaxt piratski versiya istifadə eləməmişəm. Deməli 15 10 2025. Deməli nədir burada? Burada 2025-cidir. 2025-ci ildə William Gann'ın hesablamasına görə yeni dövr başlayır. Və yeni dövr siz bir dənə girin Google-da 2038-ci ilin 2035 görürsünüz. 2038-ci ilin xəritəsini axtarın. Görün 2038-ci ilin xəritəsində nələr göstərilib. Gedin axtarın, tapın Google-da. Özünüz görəcəksiniz. Onu mən də sizə göstərmirəm. Özüm maraqlanan getsin axtarsın. Və 2038-ci ildə fikir verin 2035-dən görürsünüz vəziyyət çətinləşir, gəlir. 2039-da dibdir. Görürsünüz. İndi burada Covid oldu, nə bilim nə oldu, necə oldu, nə cür oldu, dünyada böhranlar oldu, sərhədlər bağlandı və s. belə hadisələr baş verdi. İndi burada isə nə baş verəcəyini bilmirik, nə baş verəcək, amma baş verəcək nəysə baş verəcək. Bunu mən Azərbaycanca tərcümə elədim və paylaşdım sizlər üçün. Çünki bunu 1% insanlar bilir. Bunu tradingdə də çox güclü təsiri var. Gəldi ki, William Gann haqqında isə danış. William Gann o vaxtda mən sizə dedim, siz onun çoxlu videolarını görəcəksiniz. Cürbəcür dillərdə görəcəksiniz. Əsas William Gann'ın işləm sistemini sırf başa salan videolar yoxdur. Hərəsi biraz oxuyub və deyir. Mən isə məsəl üçün Gann niyə başqa bir kalkulator fason göstərmədim. Godzilla vasitəsilə sizə göstərdim. Ona görə ki, Godzilla vasitəsilə 800 cür hesablaması var, mən bildiyimə görə. Və onların mən birinci kobud hesablamasını göstərdim. Bu video da yaddan çıxarmayın. Sizə bonus video kimi elə bir ki, sizə havayı bir bonus video mən çəkmişəm. Onu şəkli kim istəsə Telegram qrupumuzda var, girib köçürdə bilər, baxa bilər. İngilis forması da var, yəni orijinal tərcümə olunmuş forması da var, yəni sırf tərcümə olunmuş formasında girib baxa bilər. Bu şəkil 1875-ci ildə yəni tərtib olunub. Bu qrafik 1875-ci ildə tərtib olunub və hələ indinin özünə çəndi görürsünüz 2019-da yəni nələr baş verdi. Bu tək tradingə yox, dünya üzrə bunu belə deyim, nəysə hesablaması var. Bu necə olub? O vaxtda hesablayıb ki, müəyyən ildən bir dünyada vəziyyət yaxşılaşır, qalxır pik həddinə, sadə sürədir. Və ondan sonra düşüş verir. Və müəyyən bir ildən sonra qalxır normala, bu elə bir ki, pikdir, bu normaldır, bu çətindir. Normala sonra təzdən düşüş verir. Sonra təzdə normaldan belə qalxır, pikə gedir. Görürsünüz, 1902 burada nə baş verir? Görürsünüz, hər şey gedir. 1945. Görürsünüz, 1945 buralardan aləm dəyib. Və başlayır 1945-dən sonra vəziyyət çətinləşir. Görürsünüzmü? 1945-də nə hadisələr baş vermişdi dünyada? Vəziyyət çətinləşir.